الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله أما بعد Əziz və dəyərli qardaşlar, əziz və dəyərli müsəlmanlar, şəriət Allah Subhanahu taala və Peyğəmbər sallallahu əleyhi və səlləm dinimizdə bizə əmrlər və qadağanları buyurub. Əmrlər və qadağanlar buyurub. Və əmrlər yerinə yetirilməsi üçündür və qadağanlar da insanın çəkinməsi üçündür, uzaq durması üçündür. Və hər bir halda əlbəttə ki, insan həm əmrləri yerinə yetirdiyi zaman, həmçinindəki qadağanlardan çəkindiyi zaman, uzaq olduğu zaman insan bununla fayda və xeyir əldə edir. Və bu fayda və xeyir insana sadəcə dünyada yox, həmçinin axirətdə də gəlir. Yəni faydası, xeyri, əmrləri yerinə yetirib qadağanlardan çəkinmək insana olan faydası, xeyri həm dünyada, həm axirətdə olur. Və həmçinindəki sadəcə insanın özünə yox, hətta ətrafına belə təsir eləyir. Hətta ətrafı belə ondan faydalanır. Hətta bəzən alimlər deyirlər ki, insan Allahın əmrlərini yerinə yetirib qadağanlarından çəkindiyi zaman Allah Taala onun özünün bəlkə də görməyəcəyi zürriyyətini belə islah eləyir. Bəlkə də görməyəcəyi, yəni nəticələridir, götürcələridir və yaxud da ki, başqa insanlar da Allah Taala onları onun islah olması, onun ibadət etməsi, itaat etməsi, əmrləri yerinə yetirib qadağanlardan çəkinməsinə görə Allah Taala onun bəlkə də görməyəcəyi zürriyyətini belə islah edir. Və həmçinin necə ki, yəni əmrləri yerinə yetirib qadağanlardan çəkindikdə insana bu cür fayda var, həm dünyada, həm axirətdə və həm özünə, həm başqalarına. Eləcə də ki, insan əmrləri yerinə yetirmədikdə və həmçinin qadağan olunan şeylərdən, yəni şəriətin qadağan etdiyi şeylərdən çəkinmədiyi zaman da həmçinin insana da yenə zərər var. Yenə zərər var. Və bu zərər sadəcə bu dünyada yox, həmçinin axirətdə də olur. Bu dünyada yox, həmçinin axirətdə də zərər olur. Və yenə yəni bu zərər insanın sadəcə özünə yox, hətta ətrafına belə təsir edir. Necə ki, sələfilərdən birisi buyurur ki, mən deyir ki, Allaha asi oluram və bunun cəzasını həyat yoldaşımda və miniyimdə görürəm. Yəni, mənə itaat eləmirlər. Mənə itaat eləmirlər. Və görürsən ki, insanın yəni, qadağanları işləməsi və yaxud da ki, qadağanlardan, haram olan şeylərdən, Allahın qadağan etdiyi şeylərdən çəkinməməsi insana və ətrafına da zərər verir. Və əlbəttə ki, bunun zərərləri daha çoxdur. Və bu qadağanlardan, şəriətin bizə qadağan etdiyi qadağanlardan elələri var ki, yəni şəriət bunları bizə haram edib. Yəni ki, bunlar artıq insan üçün böyük günah sayılan qadağanlardır. Necə ki, Peyğəmbər sallallahu əleyhi və səlləm hədislərdə bizə bunu xəbər verir. Allah elçisi sallallahu əleyhi və səlləmdən bəzən soruşulur ki, ən böyük günah hansıdır? Və bəzən də Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, İctənibu səbi'il mubiqat, yəni həlak edici 7 günahdan çəkinin. Yəni bu cür formada Peyğəmbər sallallahu əleyhi və səlləm bizə yəni bu böyük günahlar barəsində xəbər verir. Hansı ki, böyük günahlar ki, artıq yəni insana bundan tövbə etməsi vacibdir və bunun insana olan zərəri, ziyanı yəni digər günahlardan, ondan aşağı olan günahlardan daha çoxdur. Digər günahlardan daha çoxdur. Bir var ki, insan yəni ümumən zülm şəriətimizdə qadağandır. Ümumən zülm şəriətimizdə qadağandır. Bir var, insan hər hansısa bir insana kənar olan, ona uzaq olan bir insana zülm eləyir, yenə günah daşıyır, düzdür? Bir də var ki, insan öz qonşusuna zülm eləyir. Yəni bu daha şiddətlidir. Bu daha şiddətlidir ki, insan yəni artıq yəni ona yaxın olan, ona qonşu olan kimsəyə zülm etməsi
Yəni bu daha da şiddətlidir. Aydındır? Və bu günahlar da belədir. Və bu günahlar da belədir. Və bu günahlardan da ki, şəriətin bizə qadağan etdiyi və Allah və Rasulunun bizə haram etdiyi, çəkindirdiyi günahlardan ribadır, sələm yeməkdir. Yəni təəssüflər olsun ki, yəni sələm, faiz yemək, riba, yəni bugünkü gündə o qədər yayılıb ki, təəssüflər olsun ki, hətta müsəlmanlar belə yəni bu günaha düşürlər, amma bunun fərqində deyirlər. Amma halbuki, yəni insanı məhv edən, həm dünyada, həm axirətdə məhv edən günahlardandır. Və həmçinin də ki, yəni insanın bərəkətini aparan günahlardandır. Və insan bəlkə zahirən düşünür ki, nəyisə əldə etdiyini, amma əksinə insan bununla çox böyük şeyləri itirmiş olur. Və Uca Allah Quran-ı Kərimdə buyurur ki, "Əllezîne ye'kulûne ribə la yequmûne illâ kemâ yeqûmullezî yetexabbatuhu'ş-şeytanu minel-mes. Zâlike bi'ennehum qâlu innemel bey'u mislur-ribâ ve ahallallahu-l-bey'a ve harramer-ribâ. فَمَنْ جَاءَهُ مَوْعِظَةٌ مِنْ رَبِّهِ فَانْتَهَى فَلَهُ مَا سَلَفَ وَأَمْرُهُ إِلَى اللّٰهِ وَمَنْ عَادَ فَأُولَٰئِكَ أَصْحَابُ النَّارِ هُمْ فِيهَا خَالِدُونَ." Allah Teala Quran-ı Kerimdə Bəqərə surəsində riba barəsində danışır, sələm yemək barəsində danışır və Allah Teala buyurur ki, sələm yeyən kimsələr qiyamət günü qəbirlərindən şeytan toxunan kimsə kimi, yəni dəli insanın qalxdığı kimi qalxacaqlar. Şeytan toxunan insan kimi sanki belə, yəni dəli insan kimi qəbirlərindən qalxacaqlar. Yəni bu nəyə görədir ki, onlar dedilər ki, alış-veriş də, sələmçilik də eynidir. Alış-veriş də, yəni ticarətlə sələmçilik arasında fərq yoxdur dedilər. Bu ona görədir. Yəni baxın, Allahın halal etdiyindən haram etdiyini bərabər tutduqlarına görə Allah Teala onları nə ilə cəzalandırır? Allah Teala buyurur ki, halbuki Allah Teala alış-verişi halal etdi, sələmçiliyi isə sizə haram etmişdir. Hər kim özünə Rəbbindən xəbərdarlıq gəldikdən sonra sələmçiliyə son qoyarsa, keçmişdə aldığı sələmlər onundur. Onun işi Allaha qalar. Kim yenə sələmçiliyə qayıdarsa, məhz onlar cəhənnəmlik olar və orada sürəkli, yəni uzun müddətli qalan kimsələrdən olar. Əlbəttə ki, yəni ki, bu Quran-ı Kərimdə keçən sələm barəsində olan ən şiddətli ayələrdəndir. Və yenə eyni surədə Uca Allah Quran-ı Kərimdə buyurur ki, "Ya eyyuhellezîne âmenuttaqullâhe ve zerû mâ beqiye mine'r-ribâ in kuntum mu'minin." Allah Teala buyurur ki, ey iman gətirənlər, Allahdan qorxun və əgər müminsinizsə sələmdən qalan məbləğdən vaz keçin. Sələmdən qalan məbləğdən vaz keçin. Yəni sələmi tərk edin, sələmdən uzaq olun. Və baxın ardınca Allah Teala buyurur ki, "Fə in lem tef'alu fa'zanu biharbin minallahi və rasulih." Allah Teala buyurur ki, əgər belə etməsəniz, Allahın və onun Rasulunun sizə müharibə elan etdiyini bilin. Yəni Allah və Rasulu o kimsəyə qarşı, yəni müharibə elan edir. Və bu da ki, yəni ribanı, yəni sələmi tərk etməyən kimsədir. Və sələm yemək, faiz və riba, yəni bu insanın qəbirdə əzab olunmasının səbəblərindəndir. Qəbirdə əzab olunmasının səbəblərindəndir və həmçinin də ki, yəni insanın bərəkətini aparan ən böyük günahlardandır. İnsanın bərəkətini aparan ən böyük günahlardandır. Və Peyğəmbər sallallahu aleyhi və səlləm Səhih Buxarıda keçən hədisdə buyurur ki, "Ra'aytul leylətə raculeyni ətəyən." Deyir ki, bu gecə yuxuda gördüm ki, iki kişi mənim yanıma gəldi. "Fəəxrəcəni ilə ardın müqaddəsə." Və məni deyir ki, müqəddəs bir torpağa apardılar, müqəddəs bir yerə apardılar bu iki kişi. "Fəntalaqna hatta əteyna alə nəhrin min dəmin fihi raculun qaimun və alə vasatin nəhri raculun beynə yedeyh hicaratun." Və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, yəni bizdir ki, bu iki kimsə ilə birlikdə, yəni bu hansı ki Peyğəmbər sallallahu aleyhi və səlləmin yəni meyraca getdiyi zaman
gördüyü bəzi qəbir əzabının növlərindəndir. Bəzi qəbir əzabının növlərindəndir. Və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, bu iki kişi məni bir dəniz çayının yanına apardılar. Daha doğrusu qan gölünün yanına apardılar. Yəni həmin çay, yəni qan axırdı. Həmin göl qan gölüydü. Və deyir ki, həmin gölün ortasında deyir ki, bir kişi var idi. Həmin gölün ortasında bir kişi var idi və gölün kənarında da, sahilində də başqa bir kişi əlində daşla dayanmışdı. Və deyir ki, göldə olan kişi, o qan gölündə üzən kişi göldən çıxmaq istəyirdi, gəlirdi sahilə tərəf və o gölün kənarında olan kimsə ona daş vururdu və yenidən onu gölə qaytarırdı. Ona daş vururdu və yenidən onu gölə qaytarırdı. Və Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, "Fəcə'alə kulləmə cə'ə liyəxruc rama fihi bihəcərin." Hər dəfə deyir ki, o kişi sahilə tərəf gəlib çıxmaq istədiyi zaman, o qan gölündən, qan çayından çıxmaq istədiyi zaman, o sahildə olan kişi deyir ki, onun ağzına daş atırdı və o deyir ki, təzədən yenə geri qayıtırdı. Və deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, mən soruşdum ki, Cəbrail əleyhissalamdan soruşur həmin vaxtı, soruşdum ki, yəni bu kimsə kimdir? Yəni bunun günahı nədir? Nəyə görə belə eləyirlər? Və Allah elçisi sallallahu aleyhi və səlləmə deyirlər ki, "Əlləzi rəaytəhu fin-nəhri akilu riba." Deyir ki, yəni o çayda olan kimsə, gördüyün kimsə, o sələm yeyən kimsədir. Sələm yeyən kimsədir ki, necə ki dünyada ikən haramın içərisində üzürdü, axirətdə də, yəni qəbirdə də, yəni o qan gölündə üzür. Qan çayında üzür ki, yəni bir növ ona yəni əməlinin cəzası olaraq, yəni qəbirdə ona verilir. Və İmam Malik rahimehullah buyurur ki, İmam Qurtubi rahimehullah öz təfsirində rəvat edir bu İmam Malikin sözünü. Deyir ki, "Tasaffahtu kitaballahi və sünnətə nəbiyyihi fələm ara şey'ən əşərra minər-riba və qad əzənallahu fihi liəkiləhu bil-harbi minəllahi və rasulihi." Deyir ki, mən deyir ki, Quran-ı Kərimi və Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsini deyir ki, səhifələdim, araşdırdım, baxdım və deyir ki, sələmdən daha şərli bir günah görmədim. Sələmdən daha şərli bir günah görmədim. Və deyir ki, yəni Allah artıq yəni sələm yeyən kimsəyə, riba yeyən kimsəyə Allah və Rasulunun müharibə elan etdiyini bizə xəbər verir. Və əlbəttə ki, yəni ki, müsəlman çalışmalıdır ki, bütün növlərindən uzaq olsun. Yəni sələmin, ribanın, necə ki Peyğəmbər sallallahu aleyhi və səlləm hədisdə buyurduğu kimi, yəni 30-dan çox növü var. Bəzən görsən ki, insan bilməməzliyindən, xüsusən də ki, ticarətdə olan, bazarda olan müsəlmanlar bilməməzliyindən bu sələmin bu növlərinə düşürlər. Və ona görə də insan dinini, ticarətini öyrənməlidir. Və Ömər ibn Xattab radiyallahu anhu bazarlara gedərdi və bazarlarda ticarət edən müsəlmanlara ticari suallar verərdi. Ticarət barəsində onlara suallar verərdi və onlar onu bilmədikdə onları şallaqlayardı. Ona görə insan əgər yəni bir işdədirsə çalışmalıdır ki, onun barəsində dini elmini, şəri elmini artırsın. Allah Subhanahu taala bizləri eşidib faydalananlardan eləsin. Allah taala bizləri bütün günahlardan, böyüklərindən və kiçiklərindən uzaq eləsin. Allah taala bizim bildiyimiz, bilmədiyimiz, tövbə etdiyimiz, etmədiyimiz bütün günahlarımızı bağışlasın. Subhaneke Allahumma və bihamdik. Əşhədu an la ilahe illə ənt. Əstəğfiruke və ətubu ileyk.